Salam əziz dinləyicilər, xoş gördük hər birinizi. Heç düşünmüsünüzmü ki, biz hər gün qida qəbul etdikcə bədənimiz əslində nə qədər yorulur? Bəs bir gün, 2 gün və ya müəyyən saatlar ərzində yeməkdən uzaq qalmaq orqanizmimizə necə təsir edir? Çoxları orucu sadəcə dini bir ibadət kimi qəbul edir. Amma əslində oruc insan bədəni üçün inanılmaz dərəcədə güclü bir təbii mexanizmdir. Elə bir mexanizm ki, bədəni təmizləyir, yeniləyir və bəzi hallarda xəstəliklərin qarşısını almağa belə kömək edir. Müasir elmi araşdırmalar göstərir ki, oruc tutmaq yalnız ruhu deyil, həm də bədəni yenidən proqramlaşdırır. Bu zaman orqanizm özünü bərpa etməyə başlayır. Köhnə və zədələnmiş hüceyrələri parçalayır, enerji balansını dəyişir və daha effektiv işləməyə başlayır. Bəlkə də sən də eşitmisən, oruc arıqladır, oruc bədəni təmizləyir, oruc immuniteti gücləndirir. Amma bunların arxasında hansı real mexanizmlər dayanır? Bu proseslər bədəndə necə baş verir və ən əsası, oruc həqiqətən bu qədər faydalıdırmı? Bu videoda biz bütün bu suallara elmi və sadə dillə cavab verəcəyik. Sən bu videonu izlədikdən sonra oruca tam fərqli baxacaqsan. Çünki burada eşidəcəyin məlumatlar sadəcə ümumi fikirlər deyil, həm də bədənin daxilində baş verən real proseslərdir. Əgər sən də sağlamlığını yaxşılaşdırmaq, bədənini daha yaxşı tanımaq və orucun əsl təsirlərini öyrənmək istəyirsənsə, videonu sona qədər izləməyə dəyər. Hazırsansa, başlayaq. Orucluq yalnız dini bir ibadət deyil, eyni zamanda insan bədəni üçün olduqca güclü bir bioloji və fizioloji prosesdir. Müasir elmi araşdırmalar göstərir ki, düzgün şəkildə tutulan oruc bədənə həm fiziki, həm də psixoloji baxımdan çoxsaylı müsbət təsirlər göstərir. İlk növbədə oruc bədənə istirahət imkanı yaradır. Gün ərzində daim qida qəbul etdikdə həzm sistemi fasiləsiz işləyir. Orucluq zamanı isə bu sistem müəyyən müddətlik dayanır və bədən enerjisini bərpa və təmizlənmə proseslərinə yönəldə bilir. Bu, xüsusilə qaraciyər və həzm orqanları üçün çox faydalıdır. Orucluğun ən mühüm təsirlərindən biri də bədənin detoks prosesini aktivləşdirməsidir. İnsan qida qəbul etmədikdə orqanizm daxili ehtiyatlardan istifadə etməyə başlayır. Bu zaman zərərli maddələrin parçalanması və bədəndən çıxarılması sürətlənir. Xüsusilə köhnə, zədələnmiş hüceyrələrin yenilənməsi prosesi güclənir. Bu proses zamanı bədən özünü sanki təmizləyir, lazımsız və zərərli hüceyrələri məhv edir və onların yerinə yenilərini yaradır. Bu isə həm yaşlanmanı ləngidir, həm də bir çox xəstəliklərin qarşısını almağa kömək edir. Orucluq həmçinin maddələr mübadiləsinə müsbət təsir göstərir. Bədən şəkər ehtiyatları azaldıqdan sonra yağ yandırmağa başlayır. Bu, arıqlamaq istəyən insanlar üçün çox effektiv bir üsuldur. Orucluq zamanı insulin səviyyəsi aşağı düşür və bu da yağların daha sürətli parçalanmasına şərait yaradır. Ürək-damar sistemi baxımından da orucun faydaları çoxdur. Araşdırmalar göstərir ki, oruc xolesterin səviyyəsini tənzimləməyə, qan təzyiqini aşağı sala və ürək xəstəlikləri riskini azalda bilər. Bu isə uzun müddətli sağlamlıq üçün çox vacibdir. Bundan əlavə orucluq beyin fəaliyyətinə də müsbət təsir edir. Orucluq zamanı bəzi hormonların səviyyəsi dəyişir. Bu isə diqqətin artmasına, yaddaşın güclənməsinə və zehni aydınlığın yüksəlməsinə səbəb olur. Hətta bəzi araşdırmalar göstərir ki, oruc nevroloji xəstəliklərin riskini azalda bilir. Orucluğun psixoloji təsirləri də olduqca güclüdür. İnsan oruc tutarkən səbr etməyi, nəfsini idarə etməyi və özünü kontrol altında saxlamağı öyrənir. Bu isə insan iradəsini gücləndirir və daxili balans yaradır. Eyni zamanda orucluq stres səviyyəsini azaltmağa kömək edə bilər. Bəzi insanlar üçün oruc bir növ ruhi təmizlənmə rolunu oynayır. Bu dövrdə insan daha çox düşünür, özünü analiz edir və daxili sakitlik tapır. İmmuniteti
İmmunitet sistemi baxımından da orucun mühüm rolu var. Orucluq zamanı köhnə immun hüceyrələri parçalanır və onların yerinə yeniləri yaranır. Bu isə bədənin xəstəliklərə qarşı müqavimətini artırır. Lakin burada çox vacib bir məqam var. Oruc düzgün tutulmalıdır. Su balansının qorunması, iftar və sahurda düzgün və balanslı qidalanma çox önəmlidir. Əks halda oruc fayda əvəzinə zərər də verə bilər. Sonda demək olar ki, oruc yalnız bir ibadət deyil. Bu həm də bədənin yenilənməsi, təmizlənməsi və güclənməsi üçün təbii bir mexanizmdir. Düzgün yanaşma ilə oruc insanın həm fiziki, həm də mənəvi sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Əgər bu mövzu maraqlı gəldisə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti videolarda daha maraqlı və faydalı məlumatlarla yenidən görüşəcəyik. Beləliklə, gördüyünüz kimi, oruc sadəcə yeməkdən imtina etmək deyil. Bu bədənin özünü yenilədiyi, təmizlədiyi və daha güclü hala gətirdiyi xüsusi bir prosesdir. Orucluq zamanı baş verən dəyişikliklər həm hüceyrə səviyyəsində, həm də ümumi sağlamlıq baxımından olduqca böyük əhəmiyyət daşıyır. Amma unutmaq olmaz ki, hər şeydə olduğu kimi burada da balans çox vacibdir. Düzgün qidalanma, kifayət qədər su qəbul etmək və orqanizmin ehtiyaclarını nəzərə almaq əsas şərtlərdəndir. Əgər bu videodan yeni məlumatlar öyrəndinsə və sənə faydalı oldusa, videonu bəyənməyi unutma. Bu kanalın inkişafına böyük dəstək olur və daha çox insanın bu məlumatlardan faydalanmasına kömək edir. Eyni zamanda belə faydalı və maraqlı mövzuların davamını istəyirsənsə, kanala abunə ol və bildirişləri aktiv et ki, yeni videolardan ilk sən xəbərdar olasan. Şərhlərdə öz fikirlərini yaz. Səncə orucun ən böyük faydası nədir? Daha əvvəl oruc tutmusanmı və özündə hansı dəyişiklikləri hiss etmisən? Növbəti videolarda daha maraqlı, daha dərin və daha faydalı mövzularla yenidən görüşəcəyik. Sağlam qal və unutma, sağlam bədən, sağlam həyat deməkdir.